xeyirli olsun əziz STFM Radyosu'nun dinləyiciləri və TikTok izləyicilərimiz. Hər birinizi xoş gördük. Studiyamızda hər şeydən birazdayıq və bizim axır ki qonağımız gəlib çıxa bildi. Çox gənc, rəhmətlik Nofel qardaşımızın oğlu, Rəvan Nofel oğlumuzun studiyamızdadır. Düz 40 dəqiqə sizinlə birlikdə olacaq. SMS-lərimiz artıq var, əziz izləyicilərimiz. SMS-ləri səsləndirəcəyik. Bütün SMS-ləri səsləndirəcəyik mütləq. Və Yeganə xanımla birlikdə aparacağıq. Yeganə xanım da buradadır, həmkarım. Və biz keçid alalım Rəvana. Rəvan, xoş gəlmişsən studiyamıza. Xoş gördüm. Mən də salamlayıram dəyərli dinləyicilərimizi. Mənim üçün xoş oldu bugün Best FM-in qonağı olmaq. İnşallah maraqlı efir keçər. İnşallah. Aqil müəllim, çox sağ olun. Etimad göstərdiniz və bir yerdə bu verilişi bugün biz aparacağıq və bizim bugünkü qonağımız çox istedadlı bir gənc. Rəvan Nofəloğludur. Bəli, kimdir bu Rəvan Nofəloğlu? Gözəl, mahir gitara ustası, rəhmətli atası Nofəlin yolunun davamçısı. Xoş gəlmisiniz. Best FM radyosuna, onsuz bizim həmişə radyomuz qonaqlı, qoçaqlı olur. Yəni hər zaman bir-birindən gözəl ifalı olan ifaçılar, sənətkarlar bax bu radioda öz sözünü deyir və radiomuzun qonağı olur. İlk sualım belədir ki, Rəvan Nofəloğlu kimdir? Bir balaca özünüz haqqında bizim dinləyicilərimizə və tamaşaçılarımıza məlumat verin. Neçə yaşınız var? Neçə ildir bu sənətdəsiz? Mənim 17 yaşım var. 272 saylı məktəbin 11C sinif şagirdiyəm. Atamın adı Nofəl Süleymanovdur, hamının tanıdığı kimi onun yolunu davam edirəm. Əslən Latinliyıq, özüm Ağcabədə doğulmuşam, Ağcabədiliyəm. Yəni bu qədər, inşallah birazdan ifamla da deyərəm hər bir şeyi. İnşallah, əlbəttə ki, sizdən canlı ifa da alacağıq. Sizə bir sualım olacaq. Musiqiyə gəlməyinizdə onun rolu nə dərəcədə olur? Yəni atanızın rolu. Musiqiyə gəlməyimin səbəbi elə ata olubdu. Yəni o rol deməz onu. Yəni səbəbkar olub ki, mən gəlmişəm musiqiçiyə. Amma özümün də biraz həvəsim olubdu. Özümdə də olubdu. Amma ən çox rəhmətliyə görə, papaya görə gəlmişəm bu sənətə, bu sənətdə olmuşam. Yəni onun sənətini davam etdirmək üçün ki, yəni onun ruhu da həm də şad olsun. Neçə yaşında artıq əlinizə gitar aldınız? 12 yaşımdan artıq 5 ildir ki, sənətdəyəm. Şükürlər olsun ki, 5 ildə kifayət qədər izləyicilər bizi gördülər, tanıdılar, sevdilər. İnşallah elə uğurlarımız qabaqdadır. Müəlliminiz varmı? Müəllimim hal-hazırda yoxdur. Yoxdur, amma mənə elə gəlir ki, elə atanızın ifaları sizin üçün bir məktəbdir, bir müəllimdir. Bəli, əlbəttə ki. Bəs atanızın xatirəsi sizin üçün nəyə ifadə edir? Və hər əlinizə gitar alanda əsasən nəyə ifadə edir? Bu alət mənim atadan qalan yadigardır. Yəni sözsüz ki, mən bu aləti hər görəndə, hər ifa eləyəndə yada düşür. İfalarına baxıram. Yəni elə belə bir insan da indi Aqil bəy təsdiqləyər də, elə belə sənətkar olmayıb. Bilirik, bəli, hər birimiz onun sənətinin ruhunu olmuşuq. Bəli, çox. Bəli. Çox ağır adam olubdur. Ki, insanlar var ki, özlərini apara bilmir. Bu şəxsiyyətdir, həqiqətən. Çünki insan ona baxanda tanır onu söyledilir ki, səncə insanı çox yaxına buraxmaq söhbəti var da, bu dərəcəsində. Əlbəttə ki, mən efirə gəlməmişdən öncə biraz incələdim Nofəl oğlunu. Yəni, hər bir sosial şəbəkədə onun haqqında gözəl sözlər, onun haqqında xoş təəssüratlar. Çox təəssüflər olsun ki, mən onu tanımamışam, çox təəssüflər olsun, amma inşallah Rəvanla işbirliyimizi davam etdirərik. Rəvan, inşallah, bax, hal-hazırda siz gitara ifaçısınız və gələcəkdə peşəkar olaraq bu sənəti davam etdirmək istəyirsinizmi? Yəni, konservatoriya, müəyyən bir magistratura musiqidə? Bəli, inşallah fikrim var Allahın izni ilə, ya konservatoriyaya da İncəsənət Universitetinə inşallah fikrim var. Peşəkar musiqiçi olmaq üçün. Bəli. Bəs bəstələriniz varmı özünüzün? Hələ ki yoxdur, xeyr. Yoxdur. Bəs nəzəriyyə necə? Bəli, solfecia, yəni nəzəriyyədən anlayışınız. Dərs alıram, bəli. Nə gözəl. Hər üzrə dərs alıram. Mən Bülbüldə dərs almışam, Bülbül Orta İxtisas Musiqi Məktəbində.
Aslan müəllimin tələbəsi olmuşam. Sağ Nə olun, gözəl. bəli. Tanıyırsınız Aslan müəllim. Bəli, bəli, bəli. Belə nə bəli. gözəl ki, Aqil müəllim, bax belə gənclərimiz var ki, bu peşəkarlıqdan artıq söz gedir ki, bu uşaq, yəni bu gənc 17 yaşında. 17 yaşında gənc və Bəli. artıq özünü təsdiqləyib musiqi Bu bir aləmində. ümumiyyətlə sənin üçün bir həvəssidir, yoxsa atanın sənətini davam etmək üçün bunu yaşatmaq istədin? İkisi də elə, vallahi ikisi də. Yəni belə deyim də, mən atanın sənətini davam elətdirmək istək nə qədər olsa da o həvəs olmayandan sonra o alınmayacaqdı. Amma ən çox o istək mənə güc gəldi. Həm izləyicilər, dinləyicilər xahiş elədilər. Papan dostları da xahiş elədi, evdən də xahiş elədilər ki, boş qalma. Papanın dostları sənə bu gün dəstək olurlarmı? Çox şükür Allaha ki, yəni əstəğfurullah, təkəbbürlükdən Allaha sığınırıq. Yəni bizim dəstəyə artıq ehtiyacımız yoxdur. Şükür Allah. Yəni mənə böyük dəstəyə evdən anam olubdu. Evdən gəldi Allah mənə canını böyük sağ dəstək. eləsin. Yəni şükür Allaha ki, ehtiyacımız yoxdur. Zamanında sağ olsunlar, yanımda olublar. Bilirsən mən bu sualı niyə verirəm? Çünki atalarımız yaşayanda Allah yaşayanların canı sağ eləsin, Amin. dünyasını Amin. dəyişənlərə də qəni-qəni rəhmət eləsin. Belə deyim ki, bu gün atamız var həyatda, atamızın dostları bizi öpür gözünün üstünə qoyur, Yeganə xanım. Bəli. Amma mən elə atalar görmüşəm ki, dünyasını dəyişib, həmin o dostlar yoxa çıxıbdı. Sizdə necədir? Vallahi belə deyim də, bəzi dostlar mən açıq sözlü insanam. Əlbəttə ki, buyur. Buyurun, Sözlü elə o insanam. lazımdır da Bəzi verilişimiz dostlar üçün. var. Bəli. O nəyəsə görə yaxınlıq eləyirlər. Yəni belə deyim, prim xatirinə video çəkilişlərdə düşsün deyə gördüklərim olub, zaman başıma gəlibdi. Amma həqiqətən o canı dildən, ürəklə dostluq eləyən, yəni retkidir. Yəni mənəvi dostluq edəndə, yəni biz Bəli, maddiyyatdan mənəvi, söhbət bəli, etməyək, mənəvi əsas. İnsanlar Bəli. əsasən mənəvi dostluq lazımdır ki, onu bax məsələn bu gün Aqil müəllim hər bir ifaçı üçün böyük bir mənəvi dostdur, böyük bir mənəvi qardaşdır. Çox sağ Çünki olun. ürəyi açıqdır. Düzdür, məkanımız balaca olsa da ürəyimiz çox genişdir və Bəli. burada biz nə boyda xaliqələr yarada bilirik. İndi isə bir ifa alaq Aqil müəllim. İfa istəyərdik, amma SMS-lər səsləndirim. Hə, buyurun, Çünki buyurun. SMS Rəvanın maşallah dinləyicilər çoxdur. Yəni bizim Aha. izləyicilərimiz burdadır. Sağ olsun həmişə bizi izləyicilərimiz. Biz sizi çox sevirik və bizi izləyirsiniz. Rəvanı da sevənlər burdadır. Bax görürsənmi Rəvan? Deyəndə gəl. Səni bax burada gör nə qədər insan səni burada gözləyir. Maşallah. Elgiz Bərdədən yazıbdı. Elgiz hə. Elgiz yazıb ki bizə salam hər birinizi salamlarım xüsusilə də mənim qardaşım oğlu Rəvanı Hə. öpürəm. Sağ olsun, çox sağ olsun. Təşəkkür edirəm. Rəvandan bir solo ifa istəyərdim. İnşallah. Cəlal Qalacağıq yazıb o bizə, ifanı. salam aleykum Aqil müəllim, necəsiniz? Təşəkkür edirəm. Şəhid atası yazıb bizə, Natiq bəy də. Hə, salamlayırıq Natiq bəy buradan yazıb Namiq ki, Quliyevin atası. Bəli, salam gözəl qardaş, Aqil qardaş, aparıcı və qonağınızı da salamlayıram. Təşəkkür edirəm. SMS-ləri səsləndirəcəm, əziz izləyicimiz. Bir canlı ifa gəlsin. Olsun. Hə, o, Bəli, bəli. zəhmət Sizdən olun. bir canlı Canlı ifa istəyirəm. gələcək, Rəvandan gələcək, Nofəloğludan. Sənətkarımızın oğlundan gələcək gözəl bir ifa. Gəlin birlikdə dinləyək. Bizim üçün də çox maraqlıdır. Düşəcək, mikrofona düşəcək. Vur getsin, düşəcək. Buyurun.
Ardınca musiqi verəcəm. Bəli, ürəyinə, könlünə sağlıq. Sağ olun. Bəli, əziz izləyicilərimiz, əziz dinləyicilərimiz, hər şeydən birazdayıq. Bugün bizim qonağımız rəhmətlik Nofəlin oğlu Rəvandır. Bugün bizim studiyamızda. Bizim yeni qoşulan izləyicilərimiz var. Burada bir Yeganə xanım, bir xanım bizi izləyir. Mənim üçün çox əzizdir. Bizim Best FM radiosunun belə deyək ki, ad günündə böyük işlər gördü. Özü də jurnalist, belə deyərdik, bəstəkar Günay Novruzov. Nə gözəl. Günay Novruz buradadır. Salamlayırıq Günay xanıma. Mən Biz də onu Best FM olaraq, Best FM, hamımız artıq Best FM ailəsinin bir üzvləriyik. Bəli. Günay xanımı da bəli, salamlayırıq. mənə böyük dəstək oldu. Günay xanım peşəkar jurnalistdir. Nə gözəl. Azərbaycan televiziyasında
orada çalışıbdır. Çox yerlərdə çalışıbdır. Dəyərlidir. Günay Novruz, sizi salamlayıram, bağrıma basıram. Yaxşı ki varsınız. Və SMS-imiz var. Şəhid Cabbarov Akif. Salam, qonaqlarınızı da... Maya xanım yazır onu. Hə? Maya xanım, bəli, bizim verilişimizin keçən Çox gözəl, qonaqlarımızı da salamlayır. Allah sizlərə də kömək olsun. Təşəkkürümü bildirirəm, əziz izləyicilərimiz. Yecə xanım, sualınızı keç ala bilərsiniz. Demək, bir sual vermək istəyirəm. Atanızın ifa etdiyi əsərlərdə səsləndirmək sizin üçün nə qədər çətindir, yoxsa bu bir məsuliyyətdir? Məsuliyyətlidir. Çünki gərək dinləyiciyə onu düzgün çatdırasan, düzgün ifadə edəsən. Və onun barmaqlarını düzgün, yəni ifa etməlisiniz ki, onun o barmaqlarını dinləyiciyə çatdırasınız. Çünki gitaradır, tardır, sazdır. Bunları əsas, ümumiyyətlə, musiqi alətlərində əsas rol oynayan nədir? Barmaqdır. Və hər o barmağın səslənməsində də bir cür musiqi süzülüb gəlir də. Siz o barmaqları gitaranın üstünə gəzdirəndə atanızın ifasını hiss edirsiniz, yoxsa yox? Əlbəttə hiss edirəm. Hissiyatla biri var, əzbərçi çalğı, bir də var hiss edib ifadə, yaxşı ifadə. Nə hiss edirsiniz? Yaxşı hiss edirəm. Necə yaxşı hiss edirsiniz? Yəni o sizin ustadınızdır da. Təbii ki, həm atanız və ustadınızdır. O ustadınızı ata kimi yaşadırsınız. Bəs ustad kimi? Ustad kimi mən onu bəyənirəm. Ustad kimi ondan həmişə bəhrələnmişəm, həmişə baxıram. Yəni insan elə bir varlıqdır ki, 1000 ildə yaşasa, yəni öyrənməli hələ çox şeylər var. İnsan hər şey öyrənə bilməz. Musiqi dəryadır. Musiqini öyrənib qurtarmaq, yəni bir adətən sonsuz bir dünyanın içinə girmiş kimi bir şeydir, yəni onu öyrənmək mümkünsüzdür. Nə qədər öyrəndikcə öyrənirsən, davamı gəlir. Bəs bir sual verəcəm sənə, tamaşaçıların sizin atanızla müqayisə etməyinə münasibətiniz necədir? Yəni, elə bir tamaşaçı var ki, atanızla sizin ifanızı müqayisə edir. Bəli, var elə tamaşaçılar, indi bu tamaşaçı kütləsidir, tamaşaçıların, necə deyim, bir baxış bucağıdır. Bəli. Amma yəni mən heç vaxt özümü ata ilə müqayisə eləmərəm, mən ona çatmağıma hələ var. Mən 1000 ildən sonra öyrənsəm, mümkünsüz bir şeydir. Yəni mən o yolunu gedirəmsə, ona çatmağım var. Yəni ona çatsam belə mənim üçün böyük bir uğur. Aydındır. Buz Koladan danışaq, Aqil müəllim. Bəli, bizim Best FM radiosunun ən gözəl sponsoru və ən yaxın dostlarından biri də Buz Koladır. Bu sadəcə kola deyil, bu bizim koladır. Naxçıvan suyu, milli dad, Alman texnologiyası, bütün bu sadaladıqlarımız bir dəmir qablaşdırmada cəmləşib və sizinlə bölüşürük. Buz kola, Azərbaycan kolası. Həqiqətən də dəyərli tamaşaçılar və dinləyicilər, çox sevirəm o kolanı, həqiqətən. Və ailə üzvlərimin hər biri sevir. Məsləhətim odur ki, məhz buz kolaya müraciət edin və buz kolanı alın. Qarşıdan yay fəsli gəlir. Həm ailə üzvləriniz, həm də siz dada bilərsiniz. Və daddıqca da dadacaqsınız. Bəli. Rəvan, sual vermək istəyirəm. Boş vaxtların ümumiyyətlə olurmu? Boş vaxtlarım olur, bəli, amma az olur. Boş vaxtlarını necə qeyd edirsən? Boş vaxtlarımda çalışıram özlərimdə, ailəmlə keçirirəm vaxtımı. Dostun falan varmı? Bəli, var. Dostlarım da var, sənət dostlarım da var. Restoranlara çox dəvət alırsan. Bəli. Səni o qanırar, yəni qane edirmi? Verilən qanırlar. Əlbəttə qane edir, yəni hər günümüzdə şükürlər olsun. Toyda ansambulla işləyirsən, yoxsa yəni tək? Tək özüm də gedirəm, mənim öz qrupum da var, ansamblım da var. Nə gözəl. Bəli, elə rəhmətli atanın öz ansamblıdır, indi mən rəhbərlik edirəm. Nə gözəl. Çox gözəl. Birlikdə çalışırıq, toylara gedirik. Ansambl şəklində dəvət alırsınız da. Bəs tək belə? Tək də dəvət alıram. Tək dəvət alanda toyu bütöv aparırsan, yoxsa? Bütöv də olur, yarım saatlıq da, 2 saat. Mənə maraqlıdır. Bilirsən nə maraqlı? Bax, sənə sual verəcəm, biləm ki, onu açıq cavab verəcəm. Tək gedəndə bir toy deyək ki... Qiymət soruşasınızsa mən elə şeyləri efirdə deməyə vallah, biraz xoşlanmıram. Ona görə... İnşallah sizə efir bitəndən sonra sizə deyərəm. Mənə də ki, nəsə xeyir işimiz olar, sizə heç vaxt qiymət. İnşallah. Allah sənə var eləsin. Sadəcə bu bir sualdır. Bunu gizləyirsənsə sən,
Ay, yox, sadəcə bilsən nəyə görə bunu vermək istəyirəm ki, tamaşaçılar da bilsin. Çünki burada rəhmətli sənin atan var və biz o dəyəri bilmək istəyirik. Görə O dəyər, yəni o hansısa bir pul vahidi ilə ölçülmür. O dəyər, yəni çox başqa bir şey. Amma restoranlar var ki, dəyər, yəni deyir ki, pul olsun. Mən restoranda çalışmıram. Restoranda çalışmırsan. Xeyr, mən restoranda heç vaxt çalışmamışam, əstəğfurullah. Yəni mən çalışana, yəni belə pis baxmıram. Sadəcə belə deyim də, mən ancaq toy sahibinin istəyi ilə gedirəm toylara, iştirak eləyirəm. Yəni belə bu formada gedirəm. Müəyyən bir qonorar alıram. O da ki, şükür Allaha ki. İstənilən bir ifanı desələr bu ifanı edə bilirsən mi? Bəli. İstənilən ifanı. Elə olubmu ki, mən o ifanı verə bilmirəm? Yəni bunu İndi elə toyda elə ifa olub ki, məsələn, məndən Hind mantısı istəyiblər. Mən indi Hind mantısının elə şeyləri var, onu bilmirəm. İndi toy aləmidir, valla toyda çox Star ilə biraz yaxşı gedir, axına görə deyirlər. Gülməli əhvalatlar çox olur toyda. Bəli. Elə olur, məsələn, indi içkilisi gəlir, adama qəribə mahnılar deyir, onu bilmək olmur da. Biri gəlir deyir, nə bilim, piraşki mantısı. Aydın. Yaxşı, Rəvan. Bunu Aydın. bildik ki, o sirdir, onu açıqlamadın. Sənə hörmət edirik. Aydın məsələ, qarşılıqlı dərəcə. Bəs yaxşı, hansısa bir toy vaxtı, məsəl üçün, ən gəlib belə deyək ki, şirinlik verən olubmu ki? Əlbəttə, ən yüksək şirinlik nə qədər veriblər, maraqlıdır, heç olmasa 10 deyil. İndi bunu başa düşdük. Toy olub ki, at çəkmək istəmirəm. Çəkmək lazım deyil, əlbəttə. At çəkmək istəmirəm, adam olub gəlib, elə bir ki, haradasa bizim puldan 1000 manata yaxın elə belə qoy, demək ki, yəni bu şirinlik kimi də qoy cibə. Yəni bu, hər sahədə belədir, yəni musiqi olmasın, həkimlik olsun, idman olsun, nə olur olsun, yəni orada o şirinlik olanda insan... Bax, söhbətdə, bax, bunu edirəm ki, indi bəyəqsiz deyirsiniz ki, dəyər ölçülmür, bax, sizə o dəyər veriblər ki, sizə... Əlbəttə, bax, elə olub. Başqa bir gitarist olsaydı, onu verməyəcəkdilər. Bilirsənmi, burada kök var da, kök gedib bağlanır, yenə də atıya gedib bağlanır. Mənim kimi ölkədə yüzlərlə, minlərlə gitarist var, yəni onlar, mən əjdaha deyiləm ki, yəni məndən də yaxşılar var, qat-qat yaxşıları var. Söhbət onun getmir. Amma rəhmətliyə görə hörmət eləyirlər. Bəli, bəli. Yəni onu mən heç vaxt danmaram ömür boyu. Mütləq. Yəni elə olur gedirəm məsələn toya, dəfələrlə başıma gəlib. Məsələn danışmışam bu qədər qonorarı. Bitəndə toy sahibi o da qonorardan artıq verib ki, yəni bu sənin haqqındır. Götürmək istəməsəm də məcbur, yəni verib ki, götürməlisən. Bilirsən, bizdə bizim radyo çox gənclərə dəstək oluruq. Söhbət yəni bir səndən getmir. Sən indi uşaq idin, atan yaşayanda, Allah rəhmət etsin sənkarımıza. Bizim onunla Space kanalında həyətində çox söhbətlərimiz olubdur. O mənimlə gəlib görüşür, deyir, Cagil, sən bu vəziyyətində sən halal olsun ki, sən radyom var. Bizim radyomuz 15 il fəaliyyət göstərir. Onda sən uşaq idin deyin, çünki rəhmətlik var idi. Ondan sonra biz səni izlədik, sosial şəbəkələrdə qarşımıza çıxdı. Ona görə də mən söz vermişdim ki, rəhmətliyə ki, sənin sənətini davam etdirsələr, həyatdır, bilmək olmaz. Allah rəhmət eləsin sənkarımıza. Bugün onun övladısan və buradasan, bizim fəxrimizsən, əlbəttə ki, yadigarımızsan bizim. Mən səni izləyirəm, çox gözəl fəaliyyətlərim var. Biz də bura əlbəttə ki, müğənnilər dəvət edirik, gənc ifaçıları dəvət edirik. Onlara dəstək oluruq bugün. Buyur Yecan xanım. Bir sual verəcəm. Rəvan, yaşıtların arasında sənə paxıllıq eləyən çoxdur mu? Əlbəttə, yaşıtlarım arasında öyle özündən 20 yaş böyük olsun. Baxırsan, sənətdə illərini verib, amma paxıllıq eləyir. Onu necə hiss edirsən onun paxıllığını? Yəni, onun, mənim fikrimcə, yəni, istənilən insan hiss edə bilir. Məsələn, Aqil bəyə, məsələn, məsəli yaxşıdan çəkirlər. Aqil bəy, sizə kimsə paxıllıq eləsə, onu hiss eləyərsin. Əlbəttə ki, onsuz da gecə 100 paxıllığımızı çəkirlər. Paxılsız, yəni insan yoxdur. O çox olur, adamın ayağının altını qazırlar. Mütləq. O hər bir sənətdə var, hər bir peşədə var. Heç vaxt uydurəmə, həmişə daima irəli, heç vaxt arxaya baxma, həmişə önə bax. Onda da elə önə baxanda da önə gedəcəksən. Mən istəyirəm ki, yenə də bir ifa ala. Musiqiyə keçsələr, Təbriz musiqidən sonra sizin SMS-ini səsləndirəcəm.
Bəli, yenidən biz TFM-də səslənirik. Rəvan, bir sual verəcəm. Atanın xatirəsinə həsr etdiyin və yaxud da planlaşdırdığın bir layihə varmı? Atamın xatirəsinə bir mahnı nəsr eləmişdim. Onu da klipini çəkmişdik. Qəbr üstündə çəkmişdik. Yəni var bəli. Yenə də qarşıda belə bir layihələriniz İnşallah var. Allah yaranız var bəli. İnşallah. İnşallah Allah arzuna çatdırsın. Amin. Ailədə deyəsən 4 oğlan, Yox, 3 oğlan bir qız. 3 oğlan bir qız. Yəni 4 Bəli, dörd uşaqsız uşaq və var. verilişdən öncə bir söhbətimiz oldu. Rəvan Qarabağ Bəli, Qarabağ. tərəfdə böyüyüb və Ağcabədi rayonunda əslən Laçınlıdır. Əslən Laçınlıyıq, amma Ağcabədə doğulmuş. Və o Qarabağın suyu öz sözünü deyir. Bilirsiniz, Aqil müəllim, razılaşarsınız Yeganə xanım, məndən. mən deyim Rəvanın damarını tutmuşam. Rəvan Ağcabədlilər mənim dostlarımın 80% Ağcabədləndir. Aha. Məsələn TikTokda bir belə deyək də bir əsgər atası vardı. PK oynuyorduk. Neyse elə bilib onun TikTokuna daxil oldum. Gördüm ki Ağcabədlidir. Mənim işçim də Ağcabəddən oldu. Bax mənim bir restoran vardı, çay evi. Aha. Orada 16 yaş, 17 yaş vardı. Çay dəmiriydi, çay verdi, Ağcabəddən idi. Elə uşaq elə o vaxtdan bilirdin ki, elə xod gedir də. Ağcabədlilərin bir 80%-də var da bu. Saçından. Siz tərəf saçı elə saxlayıb, bilirəm. Ağcabədli uşaqlar bilirəm də. Mən bilirəm, Ağcabəddən mən pislik görməmişəm. Ümumiyyətlə Azərbaycanda pislik görməmişəm. İndi Ağcabədinin sənə mən danışım, qısa danışacağım. Elə qoy dinləyicilərimiz də, tamaşaçılarımız da bilsin bunu. Ağcabəddən biz tanış olduq qardaşına. Onun oğlunu 10 günlük buraxdırdım evə. Tanımırdım ha. Dedi Ağcabədlilərə qarşı mənim böyük simpatiyam var. Dedim bəs sənin oğlu 10 günlük evə buraxdıracağam. Dedi yox müəllim, mən inana bilməm. Siz məni indi tanıyırsınız. And olsun Allaha. Dediyimi də etdim. Dünən də zəng eləmiş ki, bəs oğlum sənə salam deyib, hərbi hissədən zəng elədi, danışdı elədik. Nə gözəl. Buradan da bütün hərbiçilərimizi Bəli, salamlayırıq. buradan da Müzəffər Azərbaycan ordusunu salamlayırıq. Bəli, SMS-ləri səsləndirəcəm. Ağcabədi insanları, bütün Azərbaycan bölgəsini bizim bölgədir. Hamısını çox sevirəm. Amma Ağcabədi çox fərqlidir. Rayon olaraq. Bilirsən nəyə görə? Sözlərində bütövdülər. Mən görmüşəm. Çünki mən onları elə bir yerinə gəlir. İndi düzdür, deyir o meşə yarısı, bəli, belə söhbətlər var. Hər yerin yaxşısı və pisi var. Bəli, bəli, hər elədir. yerdə var. Allah can sağlığı versin. Bütün Azərbaycan xalqımızı Allah qorusun. Azərbaycan xalqı bizim ürəyimizdir. SMS-ləri keç salmaq istəyirəm. Azərbaycan haqqında çox söhbətlər var. Prosta buranın yeri deyil, film söhbət deyil. Və bizə yazıb göndəriblər. Təbriz bizə yazıb Oğuzdan. Yazıb ki, salam. Mən Rəvanın fanatıyam. Bax Rəvan. Çox sağ olsun. Keçən səfər gəlmədin. Nəysə rəhmətə gedən oldu. Mənə yazdılar ki, bəs biz onu gözləyirdik, gəlmədi. Bax indi görsən gəldi çıxdı. Gəldi çıxdı. Pis olmuşdular. Dedim rəhmətə gedən vardı, ona görə də gəlib çıxanmadı. Bugün bizim yanımızdadır. Sənətkara salam denən. Sənə salam deyir və Tufan Qazi bizə yazıb. Salam olsun qardaşım, qonaqlarıma da salamlayıram. Allah qorusun ordumuzu. Ağcabədidə Ercidə xidmət eləmişəm. Xidmət etmişəm. Elə də qonaqpərvər deyirlər qaqaşım. O da o özün görüb də. Hə, sən o özün ola bilər. O özün görüb də. Ciddi rejim ola bilər də. Ola bilər. O üzünü deyir. 100% ki, 100%. Hə, Tufan Qazi, zəhmət olmasa bu haqda məlumat bizə ver. Və keç almaq istəyirəm növbəti sualımıza. Gitarla başqa hansı sənətlə məşğulsan və yaxud da gitarist olmasaydın hansı peşəni seçərdin? Mən əvvəllər idmanla məşğul olmuşam. Mikrofona danış. Əvvəllər idmanla məşğul olmuşuq biz evdə. Hətta uğurların da var idmanda. İdmandan bəli, evdə medallar da var. Maşallah. Maşallah günümüzdə olsun. Sonra qismət belə gətirdi, musiqi oldu. Əlbəttə ki, Həm də oxuyurdum. Papa mən hüquqşünas eləmək istəyirdi. Gözəl də mən elə ki 5-ci sinifə kimi əlaçı olmuşam. Sonra da oxudum, amma vaxt olmadı da oxumağa. Siz neçə övladsınız? Biz 4 övladıq. Ay maşallah. 2 bacı, 2 qardaş yoxsa? 3 qardaş, 1 bacı. Allah can sağlığı versin. Allah can sağlığı versin. Sizin dayınız oğlu da burada, bibiniz oğludur, hə? Bəli. Bibiniz oğlu da burada oturubdur. Allah can sağlığı versin. Səmimi qardaşdır o da. Xoş gəlib studiyamıza.
Bizə Biz yazıb ki, toylara gedirik bir yerdə sağ olsun. dedi. Allah canını sağ eləsin. Sağ olsun, İnsana, dədə, yəni əmin. qalan onun qohumudur, düzdür. Bu dəqiqə qohumlardan da xeyir görən yoxdur. Valla elə yadlardan da mehribançılıq adam görə bilər. Əsas odur ki, insan adama rast gələsən. deyir, uzaq qohumdansa yaxın qonşu yaxşıdır, amma həm yaxın qohumdular, həm də bizim yaxınımızdılar. Yəni biz Allah heç vaxt- canını sağ biz eləsin. bir ailə kimiyik dədə. Hə. Lap Ma- yaxşı. Maşallah, maşallah. Mən istəyərdim ki, Yeganə xanım, rəhmətlik Nofəldən bir musiqi vermək Hə, istəyirəm. çox yaxşı. Onu da olar. biz yad eləyəyin. Bəli, Allah Gözəl bir ruhun şad musiqisi eləsin. gəlsin. Sənətkarımızdan az sonra studiyamıza qayıdacağıq.
şad olsun. Allah rəhmət Nofəl eləsin. Süleymanov. Bəli. Peşəkar musiqiçi idi. Ümumiyyətlə təhsil almışdı Nofəl. Əlbəttə Müəllim. təhsili var idi, bəli. Tarixdə təhsil almışdı, peşəkar musiqisi var. Elə Aha. ifalarından bilinir. Bəli, bəli. Onun Çox ürəkdən peşəkarlığı və ifa barmaqları əsas da odur ki, onun ürəyi vardı. Necə ki, bugün bizim gənc Nofəlimizin, Rəvanımızın da ürəyi var. O ürəyi mən onun artıq ifalarında hiss elədim. Bəli. Rəvan, bir sual verəcəm sənə. Səhnədə olduğunuz zaman heç atanızı yanınızda hiss edirsiniz? Əlbəttə hiss edirəm, əlbəttə dəfələrlə olub ki, sanki elə bilirəm, qıraqdan izləyir, baxır, qürurlu baxışlarla, fəxri baxışlarla izləyir. Daha çox təzə başlayanda da olurdu. Onsuz da bilirəm ki, baxır, izləyir. Təbii ki, onun ruhu həmişə övladı ilədir. Bəli, bəli, bəli. Əlbəttə ki, Allah ruhunu şad eləsin. Bax, onun bu dəqiqə ruhu o qədər şaddır ki, sən onun sənətini Davam layiqincə davam etdirirsən. Bəli. Layiqincə və tərbiyəli, gözəl bir övlad yetişmisən və bugün bu camiyyədə olmaq, Aqil müəllim də özü deyə bilər ki, çox çətindir. Bu camiyyədə özünü təsdiq etmək, sağlam qalmaq, peşəkar qalmaq çox çətindir. Bəli, tamamilə razıyam və SMS-ləri səsləndirirəm. Doğru. Yazıb bizə göndərib ki, Şəhid Cabbarov Akif yazıb ki, Allah rəhmət eləsin sənətkarımıza. Amin. Amin. Təbriz, bunu efirdən sonra soruşacağam. Burada qiymətdəyilimiz soruşun görün toylara neçəyə gəlir. Onu danışaram Rəvandan. Nömrəni ataram, danışarsınız, problem yoxdur inşallah. Bax belə efirimizin sonuna gəldik, çatdıq və sonunda son sualımı vermək istəyirəm. Rəvan, yeniliklər olacaqmı, nə gözləyir? İnşallah yeniliklər bəli olacaq. Nə qədər sənətdəyimsə həmişə yeniliklər var, yeni proyektlər var, yeni işlər var. İnşallah sizlə də paylaşacağıq onları. İnşallah. Ən əsası da yaxın günlərdə yəqin ki, tələbə adına layiq görüləcəksiniz. İnşallah 11-ci sinifdə oxuyur Rəvan. İnşallah o tələbə adını bərabər elə Best FM-də qeyd edərik. Nə xoş olar bizə. Bəli, qeyd edərik inşallah. Böyük uğurlar və hər zaman atanızın adına layiq bir övlad olmağınızı arzulayıram. Atalar həm qızların, həm də oğlanların qəhrəmanlarıdır, həqiqətən. Çox şad olduq, Rəvan, bugün bizimlə həm söhbət oldunuz. Aqil müəllim, siz də çox sağ olun ki, bu cür bir fürsəti həm mənə, həm də Rəvana yaratdınız. Çox Siz sağ olun və bizim növbəti qonağımız olacaq. Türkan Vəlizadə olacaq, mühəndi qonağımız olacaq. Türkan köməkçisindən gəlir ki, bəli, sevə-sevə olacaq. İnşallah. Əlbəttə ki, əziz izləyicilərimiz, bəzi dinləyicilər deyəcək ki, Aqil bəy, efirə qadağan olunmuşlar, çağırırsan bura. Çünki mən onlardan çox çəkmişəm, Ecənə xanım. Bugün biz onları çağırırıq bura və onları təbii ki, biz burada lazım olan sözlər deyirik. Bəli. Görüşmək ümidi ilə demirəm və gələn verilişimizdə görüşəcəyik sizinlə. Bugün bizim qonağımız Best FM radiosunun gənc qonağı adlandıraq da, gənc qonağı adlandıraq rəhmətlik Nofəl Süleymanovun oğlu Rəvan Nofəl oğlu oldu bizim qonağımız. Görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.